Dostlardan biri var idi. Mən bundan dost olandan sonra ona başladım izah verməyə ki, biraz ailəyə də vaxt ayırmaq lazımdır, biraz diqqət eləmək lazımdır. O da sağ olsun, qulaq asdı, hörmət, ehtiram elədi. Bir gün yığdım ona, dedim, qardaşım, neyinsən? Saat 8-9 idi, axşam vaxtı. Hə, evdəyəm, bəs. Dedim, hə, maşallah, həm evində, işində. İkinci gün yığdım, yenə dedim, necəsən, nə var? Evdəyəm. Üçüncü gün yığdım, evdəyəm, mən buradayım, evdə. Dördüncü yığanda evdə deyənim, bir sən hadisə danışım. Dedi, buyur. Dedim, bir uşaq çıxmışdı dama, yıxılacaqdı. Ana da gördü, yıxılır. Dedi, bala, get dala. Get dala. Uşaq getdi dala. O qədər dedi, get dala, getdi o tərəfdən yıxıldı. Dedim ki, mən sənə dedim, get dala. Da o qədər də demədim, da o qədər deyib, o tərəfə yıxılma da. Hərdən çıx bayra. Orta yol tutmaq lazımdır, orta həddə dayanmaq lazımdır. Əhl-i Beyt o sirat-əl müstəqimdir. Cəbr təfviz əş-şimalu vəl-yəminudur. Ona görə nə o tərəf, nə bu tərəf insan çatdırmaz ünvana.